həkimlərin səhv eləmək ixtiyarı burada, yəni ki, burada insan faktoru var. İndi bu intervyunun içində kitabları göstərmək əlbəttə ki, çətindir, amma hər bir, deyək ki, Azərbaycanda yox, Amerikada buraxılmış bir kitabda, masaüstü kitabda 30-40% fəsadlara ayrılır. Yəni ki, burada bu fəsadı, bu statistikanı Azərbaycan həkimləri yazmır. Yəni ki, bu statistikanı dünyada tanınmış tibb ocaqları, tanınmış tibb qurumları yazır. Və əlbəttə ki, statistikada səhv var və fəsad var. Və bunları bir-birindən ayırmaq lazımdır, səhvlə fəsadı. Bu səhvlə fəsadı ayırmaq lazımdır və səhvləri də araşdırıb, səbəbini araşdırıb, onlara görə bir nəticə çıxartmaq lazımdır. Ya cəzalandırmaq, ya da ki, və yaxud bu qəbul olunan, ya da ki, gözlənilən fəsadların içinə yazmaq. Və əlbəttə ki, yəni, statistika var, fəsad statistikası var, səhv statistikası var. O, təbii ki, qaçınılmaz bir şeydir. Yəni, o görə ki, burada insan faktoru var, tək insan yox. Yəni ki, xəstənin əməliyyatdan sonra düzgün riayət etməsi, əməliyyatdan sonraki devirdə gözlənilməyən bir amillər hansı ki, təsir edə bilər bu fəsadların yaranmasına. Bunlar ciddi araşdırılmalıdır.